Değerli izleyiciler, martın 11'inde de əsl yaz havası yaşanacaq. Milli Hidrometeorologiya Xidməti kanalımıza bildirib ki, sabah Bakıda və Abşeronda hava dəyişkən buludlu olsa da yağmursuz keçəcək. Bəzi yerlərdə duman gözlənilir. Cənub-şərq küləyi mülayim əsəcək. Temperatur gecə 3-6, gündüz 10-15 dərəcə isti, atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə nəzərinizə çatdıraq ki, gecə və gündüz 60-65% təşkil edəcək. Azərbaycanımızın ən soyuq bölgələrindən olan Naxçıvanda da sabah yaz havası yaşanacaq. Belə ki, temperatur 9-12 dərəcə isti olacaq. Eləcə də Azərbaycan əksər rayonlarında yağıntı gözlənilmir. Bəzi yerlərdə duman ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Temperatur isə gecə 3-7, gündüz 17-22 dərəcə isti. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 8-13 dərəcə isti olacaq. Biz isə kanalımız adından hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.